bir şey qarmaq lazım deyildi mi? Elə bilsən damda yaşayır. Binadır. Elə sən bağışlayın mənim mal damıdır. Marneuli şəhərinin 26 may küçəsində yerləşən binada istifadəyə verilməsindən 2 il keçməsinə baxmayaraq hələ də ciddi yaşayış problemləri yaşanır. Sakinlərin sözlərinə görə bina istifadəyə verilsə də işlər tamamlanmayıb. Ən ciddi problem elektrik enerjisidir. Mənzillərə fərdi sayğaclar qurlaşdırılmayıb. Bu səbəbdən ailələr elektrik haqqını ümumi şəkildə toplayıb ödəmək məcburiyyətində qalır. Elektrik xətlərindəki tez-tez baş verən nasazlıqlar isə suyun verilməsində fasilələrə yol açır. Üstəlik, binadakı təhlükəsizlik kameralarının işləməməsinə səbəb olur. 2 il daha yaşayırıq burada. Şıxır problemi də основной. Şıxa pul dedilər yığın, 1300 larimənə ailə başı. Ki yığın hökumət, bizim zani vəbşə hökumət götürməyibdir. Hər yer, kənara baxırsan qırıq-qırıq remont eləyənlər elədi, kim elədi. Sonra podyezdlər kraskalanmayıbdı. Bu qapı düzəlməyib, padvala su. Elə suyumuzu da açırsan, kanalizasiyanın şeyi gəlir orada suyun içində. Nəsə təmiz deyil. Şıxdandakı zulum çəkirik, zulum. Valla 2 ildir buradayım, 2 ildir bu şıq, su problemi bizi öldürür. Mən də ki, mən naprimер pensioner adamam, 350 lar alıram. Mən hardan verim 600 dolar şıxa. Deyir, gidin hökumətlə razbirats eləyin, bir olmaz axı. Hazırda da işığımız yoxdur. Elektrik enerjisi kəsilib. Kabellər yanıb. Binada ümumiyyətlə sayğaclaşdırma aparılmayıb. Meriyaya müraciət etdik. Amma əvvəlcədən yazılı ərizəmiz yox idi. İndi artıq ərizə yazmışıq və məsələ baxılma mərhələsindədir. Binanı tikən və sahib olan şəxslərə də müraciət etdik ki, bəlkə bizə nəsə kömək etsinlər. Əslində sayğaclaşdırma onların öhdəliyində olmalı idi. Amma nəinki etmirlər. Üstəlik açıq şəkildə dedilər ki, biz bunu etməyəcəyik. Yəni bizə deyirlər ki, pul yığıb özünüz həll edin. Mən bu mənzili alanda bizə hər şeyi vəd etmişdilər. İşıq olacaq, həyətlər abadlaşdırılacaq. Hətta uşaqlar üçün əyləncə parkı belə olmalı idi. Amma heç nə yoxdur. Kanalizasiya yaramır, zirzəmiyə su dolur. Dünən bu barədə 9 dəfə zəng etdik. Artıq zənglərimizə də cavab vermirlər. Bəs biz bunları necə həll etməliyik? Bina daxilində də vəziyyət ürək açan deyil. Pilləkənlərə çəkilən kafellər artıq sınıb, hərəkət üçün təhlükə yaradır. Sakinlər bildirir ki, dəfələrlə təmir işlərinin tamamlanacağı vədi verilsə də, bu vədlər yerinə yetirilməyib. Bir ildir biz görmürük evin gəlisi kim tikib. Bu qardı gəlmir burada. Bir dənə komendant var idi, komendant qoymuşdu. Komendant da bizə zulum elədi. U vas kommerçiski, u vas kommerçiski 80 lari, 80 lari, 90 lari pul verirdi çıxa. Bir aya. Hardan verməliydik biz onu? Onun da bir təhər dava dalaş qaçdı get. Həyətə zibil qutusu qoyulmadığından tullantılar birbaşa binanın ətrafına atılır. Zirzəmidə su yığılır. Dam örtüyü isə yağışlı havalarda binanın dəhlizinə su sızmasına səbəb olur. Əraziyə səpələnmiş ölü quşlar və digər həşəratlar isə sanitar baxımdan ciddi narahatlıq doğurur. Yer 10-cu mənzildə, 12 çox kilit, 50 kərə özümüz. Əlim çəkilibdir. Bura girmək yol yoxdur. Buna bax. Toklar da orada durur, tam çəkilir. Padvalımız su ilə dolubdur. Işıq çox problemdir. Ən çox 11-ci mərtəbədə yaşayırsan, lift işləmir, su kəsilir, qalırsan susuz. Bilinmir, birdən də işıqlar gec yanır. Yəni mən heç bu neçə ayda almışam, o binanın yəsini heç görməmişəm. Bilmirəm, deyirlər ki, Vüqardır, Arzudur, Babakşeyev Arzu, Babakşeyev Fərizxan. Yəni mən onların üçündən heç birini neçə ayda bu binada görməmişəm. Alqı-satqı da yox, heç nə demədilər. Ki, bunun kommersiyaski işığı var, bunun belə problemləri var. Elə pilləkənlərin kafelləri tökülüb. Podyezdlərdə kraskası yoxdur, eləcə şeydir. Şpakulovkalanıb odur. Yəni ki, kir, hər yer yiyəsi yoxdur. Yəni burada bir elə adam yoxdur ki, bu binaya gedib nəyəsə də müraciət eləyərsən, bir problemli yoxdur. Yiyəsiz bir binadır.
Ki mən başqa o yerdən də ev almışam, amma addellə işıq pula ayrı, nə bilim nə, bunu verməmişəm. Qazı bilirik ki, qaza apardıq, pulunu yatırdıq, gəldilər sıra çəkdilər. Amma işığa 60.000 dollar istəyirlər deyir. 60.000 dolları biz hardan yığaq? 80 ailədir. Hamı invalid, hamı kasıb, hamı valla uşaqlı, işləməyən, pensioner. Mən verə bilmərəm o bu da pulu. Qabaqdan işləyən vaxtım olsa, tək bağladardım, tək eləyərdim, amma imkan yoxdur. Allahın dərmanına o pul çatmıyor. Məsələ ilə bağlı binanın sahibi Via şirkətinin direktoru Vüqar Məmmədovla əlaqə saxladıq. O, vətəndaşlara elektrik sayğaclarının qurlaşdırılması ilə bağlı heç bir vəd vermədiyini söylədi. Binadakı bəzi problemlərdə mənzil sahiblərini günahlandırdı. Bununla yanaşı, o binada yarımçıq qalan digər işlərin yaxın vaxtlarda tamamlanacağını bildirdi. Vəd verməmişik. Biz onlara demişik, iclas olub səfərlərlə. Mən gidib orada demişəm ki, sayğacın pulunu yığın, sayğac gəlsin qoyulsun. Suala su dolu çünki yuxarıda hamamlarını düzgün qurmayıblar, su yuxarıdan aşağı axır. O barədə tədbir görülməlidir. İndiyənə kim bilməyib ki, görübmüş ki, indi həll eləyərik. O su buraxmağı, onlar yaxşı bilirlər, hansı mənzilə gəlir o su.